Salam hər kəsə, mən nəzarət ölçü cihazları avtomatik və texnik Hüseyin Abdullayev. Bu gördüyünüz induktiv yaxınlıq sensorunun daxili quruluşudur. İndi isə hissəsində necə işlədiyini sizə izah edim. Burada bizim ön hissəmizdə bir sarğımız yerləşir. Həmin sarğımız elektromaqnit sahələr yaradır. Burada plate, yəni metal lövhə var. Target isə burada yəni həmin metal lövhənin qarşısına bir maneədir. Daha sonra isə sarğımızın arxa hissəsində osilatorumuzdur. Osilatorun vəzifəsi nədir? Sensorun daxilində yüksək tezlikdə elektrik siqnalları yaradır və sarğı vasitəsilə elektromaqnit sahəsi əmələ gətirir. Normal vəziyyətdə osilatorumuz qarşısında metal olmayanda stabil şəkildə işləyir. Amma metal obyekt sensorun qarşısına yaxınlaşanda vəziyyət dəyişir. Metal elektromaqnit sahəsinə daxil olduqda metalın daxilində burulğanlı cəryanlar yaranır. Bu cəryanlar sensorun yaratdığı maqnit sahəsinə əks təsir göstərir. Nəticədə osilatorun yaratdığı siqnal zəifləyir, yəni osilatorun amplitudası aşağı düşür. Bu zaman burada vəziyyət dəyişir. Şmit trigger hissəsi işə düşür. Şmit triggeri osilatordan gələn siqnalı daim izləyir. Siqnalı müəyyən səviyyədən aşağı düşəndə Şmit trigger bunu metal aşkarlanması kimi qəbul edir. Daha sonrası çıxış hissəmiz, yəni aktiv olur, output hissəmiz. Sensorun output hissəsi siqnal verir və sensorun üzərindəki ledin işığı yanır. Biz output hissəsi bizim PLC-mizə gedir. Əgər biz buradan müsbət versək PLC-mizə PNP, mənfi hissə göndərsək isə PLC-mizə NPN gedir. Yəni induktiv sensorun işləmə prinsipi belədir. Osilator və bobin elektromaqnit sahəsi yaradır. Metal bu sahəni dəyişdirir. Şmit triggeri dəyişimi hiss edir və sonunda isə output switching device çıxış verir. Sensorumuzu deməli praktik olaraq qoşdum. Hal-hazırda biz sensorumuzun ledinə baxırıq. Hal-hazırda sensorumuz metal reaksiya verir. Testerimizdə 24 voltumuzu görürük. Sensor yalnız metala reaksiya verir. Kağıza, kartona və yaxud da hər hansı bir başqa şeyə reaksiya vermir. Məsələn,